Axşamınız xeyir, əziz həmvətənlərim, bütün Azərbaycan xalqı. Azərbaycan xalqının müdrik, qəhrəman, igid olmağı heç kimin ürəyində heç vaxt şübhə yaratmır. Bir xalqın ki, Koroğlusu, Nəbisi, Həcəri, Babəki, Cavanşiri olsun. Bir xalqın ki, Füzulisi, Nəsimisi, Nizamisi, Sabri, Seydəzimi, Məhəmməd Səhid Ordubadisi, Hüseyin Cavidi, Mikayıl Müşfiq olsun. Belə xalq basılan xalq deyil, heç vaxt da basılmalı. Bu xalqın ən yüksək mədəniyyətə mənsub olduğu bütün dünyaya məlumdur. Bunu heç kim şübhə altına ala bilməz. Axşamınız xeyir, bizə deyirəm, yeni iliniz mübarək olsun. Yeni il münasibəti ilə sizin hamınız, bütün Azərbaycan xalqını harada yaşamasından asılı olmayaraq, bütün qardaş və bacıları səmimi qəlbdən təbrik edirəm. Uzun ömür, can sağlığı arzu edirəm. Allah Teala həmişə sizin üstünüzdə olsun, Allah köməyiniz olsun. Harada yaşayırsınız, yaşayın, harada olursunuzsa olun, hansı zamanda qalırsınızsa qalın. Bizim vətənimizdən qıraqlarda, digər ölkələrdə yaşayan həddən artıq çox ləyaqətli, qabiliyyətli, igid, mərd oğullarımız var, qardaşlarımız, bacılarımız var. Onların hamısını mən bağrıma basıram. Onlara qardaş, bacı, ana deyirəm. Onlar heç vaxt, heç kəsin qarşısında baş əymirlər, əyədə bilməzlər. Azərbaycanın təmizliyini, gözəlliyini hər yerdə onlar sözsüz ki, təbliğ edirlər. Buna canla, başla yanaşırlar. Azərbaycan kənarda yaşayan oğulları Azərbaycandan ötürü canlarını fəda verməyə hazırdır. Buna heç kimin şübhəsi ola bilməz. Sağ olsun, mən bu qardaşlarımın hamısını bir də öpürəm, bağrıma basıram. Amma keçək indi əsas məsələyə. İndi bizim bu ilki video görünüşündə bəzi üzən raq, onlara Azərbaycanlı demək olmaz. Bu adlarını çəkdiyim böyük dahi adamlardan sonra onu da bir Azərbaycanlı kimi tanımaq mən heç vaxt istəməzdim. Azərbaycan xalqına mənsub olmağına mən şübhəm var, şübhə altına alıram. Çünki bizim onun dedikləri, onun verdiyi ifadə heç Azərbaycan xalqının oğluna yaraşmayan bir ifadədir. Temboli bağışlayın rütündə dediyim üçün eləmisi bir yüksək rütbədə olan vətəndaş. Onu vətəndaş da demək olmaz. Onun yəqin Azərbaycan, bu adı, Aslan adını mən həyatımda birinci dəfə eşidirəm. Bunun yəqin ki, başqa xalqa mənsub onun qanında nəsə var. Çünki gətirək konkretlə Rusiyanı. Rusiyada bizim çox gözəl oğullarımız var. Çox daha adamlarımız var. Yaxşı, vicdanlı, namuslu, qabiliyyətli bizim oğlanlarımız var. Vahid Ələkbərov kimi, Ağalarov kimi, Yuli Qusman kimi milliyətcə Azərbaycanlı olmasa da Azərbaycandan ötürü canını verən oğlandır. Onu mən bir qardaş kimi, ki bugün yanımda olsa da bağrıma basaraq. İndi keçək o əsas məsələyə. O Aslan müəllim demək ona qeyri-mümkündür. Çünki müəllim cəmiyyəti uşaqlıqdan, ailədən də çox formalaşdırır. Onları mərdliyə, namusa, vicdana, qeyrətə öyrədir, vətəni müdafiəyə öyrədir, xalqını sevməyə, qocanı, cavanı, öz millətini sevməyə öyrədir. Bir kəs ki, öz millətinə 2-3 milyondan artıq, yəqin 2 milyondan artıq bizim vətəndaşlarımız Azərbaycandan kənarda yaşayırlar. Bu say təxminən Avropanın bəzi kiçik ölkələrinin sayına, əhalisinə bərabərdir. Məsələn, götürək Pribaltika ali müttəfiq dövlətlər, onun əhalisi 2 milyon yanından artıq deyil. Bu qədər əhalini adxod adlandırmaq, bu insana vicdanı olan bir kəsə yəqin ki, yaraşmaz. Ən o bu günləri bunu piyan olmaqla, digər onun qovmu kimsə deyib ki, o piyan olmadır. Bunun üstünə yazırsa, bu özü ən azı bu özü əxlaqsızı axmaqlıdır. Buna sadəlövü demək olmaz. Bu Aslan müəllim, mənə belə gəlir ki, bağışlı müəllim dediyimə görə, Aslan kişi də demək mümkün deyil. Beləncə, şəxslərə kişi demək də dilim gəlmir. Aslan müəllim ənlər öz dilindən belə ifadələr çıxardırsa, deməli, elə bu Rusiyanın bəzi deputatları, şovinist deputatları var ki, Qafqaz millətinə ürəyində müəyyən nifrəti var. Açıq onu ifadə eləməsi də bəzi hallarda da açıq onu ifadə edir. Bu Aslan kimlər? Belə bu şovinist deputatların dərmanına su tökür.
Bu düz deyil. Mən söymək, mən bazar adamı deyiləm. Ömrümdə bazarda işləməmişəm. Ona görə ancaq kim harda işləyir, kimə ilahi pərverdigara, harda qismət, çörək qismət elə orada işləyir. Bu heç əksilidir. Çoban işləmək, fəhlə işləmək, satıcılıq işləmək, mağazinə, müəllim, prokuror və ya digər heç bunların heç biri qəbahət deyil. Harda kimin, hər bir xalqın fəhləsi də var, alimi də var, professor da var, vayenisi də var, polisi də var. Bunu heç kim iraq tuta bilməz. Elə buna görə mən belə əminəm ki, o özü, mənim söz söymək, onu deməsəm ki, söz söymək istəmirəm. Bəzi qardaşlarımız xahiş edirəm, onlar da söz söyməsinlər. Söz bizim millətə yaraşan bu adət deyil. Amma aslan qoy özü vicdan qarşısında, öz vicdanı qarşısında, dayansın güzgü qarşısında, gözlərinə baxsın, desin ki, nə qədər öz ailəsini o söydürür. Ailəsinin heç bir günahı yoxdur. O öz vicdanı qarşısında, öz ailəsi qarşısında qoy əziyyət çəksin. Dizini atıb yerə, qoy xalqdan dəfələrlə, mərkəzi televiziya vasitəsilə, qəzet vasitəsilə, jurnal vasitəsilə, qoy dəfələrlə üzr istəsin. Bəlkə onda mən artıq da xahiş edirəm ki, xalqım qoy bundan özlərinə pis mənada öz haqlarında pis şey fikirləşməsin. Bu, it ürər kərvan keçər söhbəti kimi belə bir söhbətdir. Ancaq dahi Şirvanın, Seyyid Şirvanın belə bir şeiri var, satirik bir şeiri var. Məclis ahəstə gedir öz mirisi ilə. Burada demək olar ki, məclis ahəstə gedir öz mirisi ilə, aslan da bir qələt elədi, həm ölüsü, həm dirisi ilə. Və yaxud da ona demək Nizamidən bir stat gətirib, belə demək olar ki, onun üçün öyrətdim ki, əlmi bu sənətə, bir gün sənin kimi alçaqlara əl açıb, düşməyəm qazalətə. Qardaş, bu belədir. Sizi kimi, səni kimi, vicdansların əlindən bəzi oğlanlar qaçıb gedirlər. Özdə canlara dəyərin, qeyrətli oğlanlarımız qaçıb gedirlər. Sizi kimlərin sözündən, mən çox əminəm ki, bizim Milli Məclisdə, məclis sözü özü də müqəddəs sözdür. Orada çox ləyaqətli, çox qabiliyyətli bizim oğlanlarımız var. Onlar yəqin kimi sənin şəxsən, sənin dərsi verməlidir. Hörmətli prezidentimiz yəqin ki, sizi bundan ötürü tənqid, özü ciddi surətdə yəqin eləyəcək. Bunu heç vaxt mənə belə gəlir ki, heç bir vicdanlı adam sizə belə elektoral yerdən başlamaq. Bu, ancaq sizin özünüzdən asılıdır. Şəxsən mən belə fikirləşəm ki, ləyaqətsiz yaşamaqdansa ləyaqətli ölüm əsl kişiyə münasib olan bir şeydir. Sən öz ailən qarşısında, öz övladların qarşısında, öz dost-tanışın qarşısında böyük hüzünlə, nə bilim, necə demək olar, böyük formada üzr istəməlisən, hamıdan, bütün xalqından üzr istəməlisən, bütün xalqa bağışlayın deməlisən. Bəlkə ondan sonra xalq, nə bilim, ürəyində nə var, nə tədir. O, nə deyəcəklər, axırını Allah Taala bir özü bilər. Bir də xalqımı təbrik edirəm. Bundan ötürü heç kim qanını qaraltmasın. Bu adam öz əxlaqını, öz mədəniyyətini, öz əqidəsizliyini sübut elədi. Mən tem böyle, bu adam deyir ki, mən Rusiya təhsilliyəm, Rusiyanın təhsilini alıb. Deməli, bu, yəqin ki, özü çox zəif olub. Bunu yəqin Rusiyada çox incidiblər, çox qabiliyyətsiz, mədəniyyətsiz adam olduğuna görə. İndi onun ürəyində nəsə hansı hisslər var, hansı ağır hisslər var. Ona görə də yəqin Rusiyada yaşayan Azərbaycanlıları beləncə adlandırır. Ancaq çox təəssüflər olsun ki, bu belə bir vəzifəli şəxsin adından, dilindən belə sözlər çıxır. Mən bir də onu deyirəm ki, bizim Rusiyada və digər dövlətlərdə yaşayan elə qabiliyyətli olanlarımız var ki, mən 100% əminəm ki, Aslan Şahverdiyev onların gözünün içinə 2 dəqiqə dayanıb baxmağa cürəti belə elə bilməz. Cürəti çatmaz. Nəyə bəs bu deyir? Mən bu hissəsini mənim üçün aydın deyil. Mən belə tərbiyə almamışam, belə böyüməmişəm. Məni uşaqlıqdan, məktəbdən, müəllim, ailəm həmişə öz xalqını sevməyə, öz millətini sevməyə, qocaları, cavanlara hörmət etməyə, analara, bacılara hörmət etməyə öyrədib. Bütün Azərbaycan xalqına mən canımı qurban edirəm. Bütün Rusiyada yaşayan oğlanlara hamısına qardaş deyirəm, xanımlara bacı deyirəm, ana deyirəm. Hamısının qarşısında baş əyirəm. Bir də təkrar yeni illərini səmimi qəlbdən
təbrik edirəm. Allah hamınızın üstündə olsun. Allah Taala köməyini sizin heç birinizdən əsirgəməsin. Allah Taala sizi ağrıdan, bəladan uzaq eləsin. Allah Taala həmişə sizə kömək olsun. Allah amanında. Sağ olun, salamat qalın. Canım. Gel bunu. Gel bunu.